burada gelip orada patronlarda yaşayıp evim de yoktu. Ben çağırdılar ki sen neçəlik kontraz götürəcək. Ben dedim yok olmaz, dedim gidebilmem bura. Ben geldim oturdum, gece fikirləşdim. Şu ben ne kadar bu işler yapacağım, kurtların içinde ne diyor ben işleyebilirim, ne tar olabilirim, ne olabilirim. Ama sonra ben koydular. Koyandan sonra bunlar hamısı benim elimin altında öyle işleyirdiler ki öyle bir kere benim nasıl. Demek istedim ki ben hiç vaxt vəzifə uğruna mübarizə aparmamışam, vəzifə hərisi olmamışam, istememişim. İndi de ki başıma bu iş geldi, çıktım gittim Naxçıvana bir böyle ədalətləri gördüm, her şeyden incidim. İnsanlardan da incidim, həyatdan da incidim, elə Komünist Partiyasından da incidim, hamısından incidim. Çünkü ben bir belə ki Komünist Partiyasına xidmət eləmişdim, mənə bir belə hörmətsizlik elədilər, bundan mən nə üzrə razı ola bilərdim. İncidim, çəkildim, kənara getdim, uzaq yerdə oturdum. Ancaq yenə də məni həyat dartdı gətirdi. Və həyat dartdı gətirdi, gəldim o adamlarla rastlaşdım hamısını. Mənim onların qarşısında üzüm açıq. Heç kəsin qarşısında hiçbir şey. Çünki heç bir kəsə bir pislik eləməmişəm. Heç bir kəsin həyatına bir pislik iş görməmişəm. Hamısına kömək eləmişəm, hamısına vəzifə vermişəm, hamısına ev vermişəm. Hamısına nə bilim cürbəcür şəraitlər yaratmışam, filan eləmişəm. Birindən bir kəpək mən pul görməmişəm. Yani ben görmek istemedim, ben xasiyyətim olmuydu. Biri deyə bilməz ki, Heydər Əliyev ben birdən şəxsi xidmət eləmişəm, hiçbir şey yok. Şimdi bunu deyəndə bazı adamlar da təəccüblənir. Mesela ben eğer indiyə qədər bu Bakıdakı evlərin yarısından çoxunu mənim vaxtımda dikilib, yaşamağa yerim yoktu.